Baxın, 4 saat toy panoqramı oxumaq olar. Üstündə elə başlıq yazılır, düzgün deyil. Əslində panoqram söhbəti yoxdur orada. Toy başdan ayağa canlı oxunub, orada başqa söhbət olub, yoluna da qoymuşuq, çıxıb gedib. Ay, 4 saat hansı müğənni toy panoqram oxuya bilər? Panoqram yarım saata daxildir. Obşu toya panoqram daxil deyil. Obşu toyda panoqram oxumaq olmur. Adınızda saxlayın. Gerək mənim 1000-ə yaxın mahnım olar ki, mən o 4 saatı dolduram da orada, yəni. Bildiniz nə deyirəm? Yox, orada panoqram söhbəti olmayıb. Jurnalistlər başlığı düzgün yazmırlar. Bəzən başqa şeylər yazırlar orada. Ancaq ki, düzgün yazılmayıb da, yəni orada heç nə. Bakal makal olmayıb orada. Xeyr, hamısı yalandır. Bakal söhbəti yoxdur. Mənə görə narahat olanlar, narahat olmayın, hər şey qaydasındadır və kim ki mənim pis gülməsə bilir, deyir, yaxşı oldu, əcəb oldu. İnanın ki, səhv bilirsiniz. Elə deyil. Yəni, hər şey qaydasındadır. Hamı öz işində, öz gücündədir. Çox şükür Allaha. Ay həpis, ay məhkəmə, elə şeylər olmayıb insanlar. Çox xahiş edirəm buradan jurnalistlərə də çirkin başlıqlar qoymayın. Tutmamışlar, heç kim tutulmayıb, sadəcə izahat yazılıb, çıxılıb, qutardı, getdi, hər şey qaydasındadır. Heç kimi tutmayıblar, heç kim məhkəməli deyil, hər şey qaydasındadır.